Köç bürcü 25 iyun 2025-ci il. Yolda düşünmək bacarığınız bugün sizə çox lazım olacaq. Çünki nələrsə mütləq planlaşdırdığınız kimi getməyəcək. Nəticədə bütün planlarınızı həyata keçirmək mümkün olmayacaq. Amma nəzərdə tutduğunuz ən vacib məsələləri mütləq reallaşdıracaqsınız. Bir çox qoç, qeyri-adi insanlarla tanış olacaq, faydalı əlaqələr quracaq və əvvəllər pozulmuş münasibətləri bərpa edəcək. Sənədlərlə işləyərkən xırda çətinliklər istisna deyil. Amma narahat olmayın. Siz tez bir zamanda hər şeyə aydınlıq gətirəcəksiniz. Bəzi etibarlı tərəfdaşlar obyektiv səbəblərdən sizi yarı yolda qoya bilər. Lakin bu sizin iş nəticələrinizə təsir etməyəcək. Günün sonunda gözlənilməz maliyyə gəlirləri və ya dəyərli hədiyyələr mümkündür. Buğa bürcü 25 iyun 2025-ci il. Günün əvvəlində sizi əsəbləşdirəcək hallar baş verə bilər. Amma çox keçmədən anlayacaqsınız ki, ulduzlar sizin tərəfinizdədir. Ruh yüksəkliyi hiss edəcək və bu sayədə bir çox məsələlərin öhdəsindən tez və uğurla gələcəksiniz. Əksər buğalar, hətta köhnə düşmənləri belə asanlıqla öz tərəflərinə çəkə biləcəklər. Gözlədiyiniz pulların gecikməsi mümkündür. Günün ikinci yarısında rəhbərliklə qarşılaşmaq məsləhət deyil. Daha yaxşısı adi işlərə fokuslanmaq və bunları tək başına yerinə yetirməkdir. Axşam isə yaxşıca dincəlməyə çalışın. Əkizlər bürcü 25 iyun 2025-ci il. Yaxınlarınız sizin işlərinizə qarışmağa cəhd edəcəklər. Bunu həmişə yerində qarşılayacaqsınız. Lakin onların enerjisini düzgün istiqamətə yönəltməyə çalışın. Heç olmasa münasibətləri qoruyub saxlaya bilərsiniz. Bugün dünyanı fəth etməyi planlaşdıranları məyus etməliyik. Bu ehtimal azdır. Ciddi problemlər və itkilər gözlənilmir. Amma xırda çətinliklər ola bilər. Bəzi əkizlər üçün başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaq daha çətin olacaq. Fikir ayrılıqları mümkündür. İmkan varsa, bugün iri layihələrə başlamayın. Münasib zaman gələcək. Xərçəng bürcü 25 iyun 2025-ci il. Böyük uğurlar kiçik addımlarla başlayır. Bunu özünüzə tez-tez xatırladın və hətta ən kiçik nailiyyətlərinizə görə özünüzü tərifləməyi unutmayın. Bu, optimizmi və enerjinizi gün boyu qorumağa kömək edəcək. Siz təkcə öz işlərinizi uğurla yerinə yetirməyəcək, həm də ətrafınızdakiları səmərəli işləməyə ruhlandıra biləcəksiniz. Bəzi xərçənglər üçün bu karyera yüksəlişinin başlanğıcı ola bilər. Günün ikinci yarısında isə yüngül işlər sizi bürüyə bilər. Bu da ciddi işlərə fokuslanmağı çətinləşdirəcək. Lakin öhdəliklərinizi və əvvəl verdiyiniz vədləri unutmamaq vacibdir. Ailə üzvləri sizə hər işdə kömək etməyə çalışacaq və bu çox müsbət təsir bağışlayacaq. Şir bürcü 25 iyun 2025-ci il. Son zamanlar şəxsi münasibətlərdə çətinliklərlə qarşılaşan bəzi xoşagəlməz, lakin əhəmiyyətsiz hadisələrə görə narahat olan şirlər üçün bugün asan keçməyəcək. Emosiyalarınıza nəzarət edib, iş rejiminə uyğunlaşmaq üçün səy göstərməli olacaqsınız. Sizin həddindən artıq iradə bildirən davranışlarınız ətrafdakılarla münaqişəyə səbəb ola bilər. Ən yaxşısı, tək başına yerinə yetirə biləcəyiniz işlərlə məşğul olun. Vacib danışıqlar aparmaq, mühüm qərarlar qəbul etmək üçün uyğun zaman deyil. Amma günü uğursuz saymaqla olmaz. Əvvəlcə yaradıcı yanaşma və qeyri-adi düşüncə tələb edən işlərdə əla nəticələr əldə edə bilərsiniz. İkincisi, sizə faydalı olacaq bilik və təcrübə toplayacaqsınız. Bu, gələcəkdə çox işinizə yarayacaq. Qız bürcü 25 iyun 2025-ci il. Günün əvvəlində tez hərəkət etmək lazımdır. Bu, qaçırılması təsadüf doğuran uğurlu imkanlar dövrüdür. Bir çox qıza pozitiv düşüncə, özünə inam və qərarlılıq kömək edəcək. Cazibəniz xeyli artacaq. Buna görə də ətrafınızdakılar istənilən təşəbbüsünüzü dəstəkləməyə hazır olacaqlar. Nüfuzlu şəxslərin himayəsi və rəhbərlikdən dəstək alma ehtimalınız var. Sizin üçün xüsusilə sərfəli razılaşmalar bağlanacaq. Axşam saatları isə o qədər də sakit keçməyəcək. Ona görə bu vaxt vacib işlər planlaşdırmayın. Ən yaxşısı evdə tək başına və ya sizə yaxın insanlarla birlikdə vaxt keçirməkdir. Tərəzi bürcü 25 iyun 2025-ci il. Yardım almaq istəyirsinizsə, bunu günün əvvəlində edin. Məhz bu zaman insanlar sizə kömək etməyə daha çox hazır olacaqlar. Ümumiyyətlə günün əvvəlində müsbət meyllər üstünlük təşkil edəcək. Maraqlı insanlarla tanışlıq mümkündür. Onlar gələcəkdə sizin üçün etibarlı iş ortaqları və ya sadiq dostlar ola bilərlər. Həmçinin xidmətli romanın başlanması da mümkündür. Günün ikinci yarısında yaxınlarla münaqişədən qaçmaq çətin olacaq. Hər məsələdə öz sözünüzü demək cəhdi və qətiyyətli davranışlarınız nüfuzunuza pis təsir edə bilər. Özünüzü nəzarətdə saxlamağı bacarsanız, hər kəslə mehriban münasibətləri qoruyacaqsınız.
Əqrəb bürcü 25 iyun 2025-ci il. Ətrafınızdakı insanlar bugün qeyri-adi davranacaqlar. Bu isə həmkarlarınız və işgüzar tərəfdaşlarınızla qarşılıqlı anlaşmaya nail olmağı çətinləşdirəcək. Bir çox əqrəb bugün həddindən artıq həssas və küsəyin olacaq. Bu da iş qabiliyyətinə mənfi təsir göstərəcək. Xüsusilə məsuliyyətli işlərə başlamaq məsləhət deyil. Ən yaxşısı tanış işlərə fokuslanmaq, səhvləri düzəltmək və sənədlərdə qayda yaratmaqdır. Axşam saatlarını tək keçirmək daha yaxşıdır. Bu sizi düşündürən məsələləri analiz etmək, gələcək planlarınızı qurmaq və sadəcə istirahət etmək üçün uyğun zamandır. Ox atan bürcü 25 iyun 2025-ci il. Bugün asan uğurlar gözləmək olmaz. Buna görə də səy göstərməyə hazır olun. Rəhbərlik ilə münasibətlərdə çətinliklər mümkündür. Buna görə də bacardığınız qədər onlardan uzaq durun. Əksər ox atanlar adi tapşırıqları tək başına daha yaxşı yerinə yetirəcəklər. Həmkarların köməyi əksinə işi uzada bilər. Yeni layihələrə başlamaq olar, amma ehtiyatlı və tələsmədən hərəkət edin. Vəziyyəti dərk etmək və ölçüb biçilmiş qərar vermək üçün kifayət qədər vaxt ayırmaq vacibdir. Əhəmiyyətli qərarlar qəbul etmək və iri müqavilələr bağlamaq üçün əlverişli gün deyil. Xərclərə xüsusi diqqət yetirin. Adi vərdişlərinizi nəzərdən keçirin. Qənaət yolları axtarın. Axşam saatlarında yaxınlara qarşı xüsusilə səbirli olun. Bu münaqişələrdən qaçmağa kömək edəcək. Oğlaq bürcü 25 iyun 2025-ci il. Günün əvvəlində işlərdə böyük irəliləyiş gözləmək olmaz, lakin cari tapşırıqların öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox oğlaq köhnə düşmənləri belə öz tərəfinə çəkə biləcək. Nəticədə bu insanlar onların müttəfiqinə çevriləcək. Birlikdə görülən işlər çox uğurlu olacaq. Nəticələri isə gözləntilərinizi üstələyəcək. Günün ikinci yarısında xırda uğursuzluqlarla mübarizə aparmaq və sakitliyinizi qorumaq daha çətin olacaq. Bu vaxt iri layihələrə başlamayın. Əvəzində təxirə salınmış işləri başa çatdırmağa diqqət edirin. Dolça bürcü 25 iyun 2025-ci il. Görünür, siz son vaxtlar çox yaxşı bir iş görmüsünüz və ulduzlar sizi mükafatlandırmaq istəyir. Gün olduqca uğurlu keçəcək, gücünüz artacaq, emosional yüksəliş hiss edəcəksiniz. Əksər dolçalar yalnız bütün planlaşdırılmış işlərin öhdəsindən gəlməyəcək, həm də ətrafındakı insanlara da problemlərini həll etməkdə kömək edəcəklər. Siz nüfuzunuzu gücləndirəcək və uzun müddətdir gizliliyindən bəyəndiyiniz şəxsin rəğbətini qazanacaqsınız. Tanıdığınız biri ilə romantik münasibətlərin başlaması mümkündür. Yaradıcılıq yanaşması sizə bir çox çətin məsələlərin həllində kömək edəcək. Peşə dəyişmək və ya fəaliyyət sahəsini tamamilə dəyişmək üçün əlverişli gündür. Balıqlar bürcü 25 iyun 2025-ci il. Günün əvvəlində bir sıra problemlər və uğursuzluqlar mümkündür, amma ciddi fəsadlar gözlənilmir. Sizə əzmkarlıq, qətiyyət və sona qədər getməyə hazır olmaq kömək edəcək. Hər şey birinci cəhdə alınmayacaq. Buna görə də müxtəlif həll yollarını axtarmağa hazır olun. Yeni işlərə başlamaq üçün uyğun vaxt deyil, amma gündəlik tapşırıqları uğurla yerinə yetirəcəksiniz. Bir çox balıq öz işlərini təxirə salmalı, yaxınlarına kömək etməli olacaq. Günün ikinci yarısında uğur sizin tərəfinizdə olacaq. Siz pozulmuş münasibətləri bərpa edib faydalı əlaqələr qura biləcəksiniz.